Efirəm budur, ay canım, efirlə bunun fərqi nədir? Onu mənə izah eləyin. Mən bu dəqiqə burada gedim, RTR də var, o RTR də var, elə sabaha çıxım da efirə. Mən zaten efirə 4 ay bundan əvvəl baxıb burada yazmayana Allah lənət eləsin. Necə dedim Zaura, dedim mənim şəklimi də götür, adımı da sil, mənim efirdə adımı çəkmə. Demişdim, yazın görüm, eşitmişdiniz. Mən bunu çoxdan eləmişdim, amma bunu vicdoğan eləyib, vicdoğan, fake. Elə bilin ki, götürürəm bir dənə yazıram, atıram dostlarıma, səhifələrə zada ki, bunu yayın. Dezinformasiya. Bu rəsmi xəbər deyil. Rəsmi xəbər olsa biz onu məhkəməyə verənlərik, məhkəməyə versək uduzarıq. Bu qeyri-rəsmi xəbər olduğu üçün biz verəcəyik onu deyənləri məhkəməyə. Hələ Ülviyə Namazovanı yığıb, hədə qorxu gəlirlərmiş ki, sən evli insan sevirəm, oxuyub cinayət məsuliyyəti yaratmışsan filan. Səs yazıları var Ülviyədə hamısı. Verəcək, hamısı məhkəməyə təqdim olunacaq. Asif bəy, əlbəttə, afətdə gərək afətin qəlbinə dəyməyəsin. Mən afət bir dənə hələ onu yuxusuz vaxtı demişdim. Göründü, gələm, istirahət eləyəm, ayıq başım. Yəni onu mən 6 saat toy oxu, təyyarənin səsi, yuxusuzdu, beyin duman, oturmuşam Moskvada. Özün üçün keyf edirsən, Allah sənə olsun. Qurban Əlif, sağ olun, var olun. Mənim üçün toy harda var, işim harda var, ora mənim üçün maraqlı, fərqli. Mən Moskvadayım artıq 5 ildir canım mənim, bəli. Qadağa niyə qoyublar? Mən orada yaşamıram ki, mənə qadağa qoysunlar. Onlara sual verin ki, afət, misal var, kobud da sıxır, yoru var idim ki, kəfənim dolayı. Afət var idim ki, bir qadağa da qoysunlar. Bir, ikinci də ki, gəlsəm də çıxmayacağım efirlərinə. Amma mənə zəng vurublar ki, elə söz demə deyil, yəni sən bizim haçanda gəldin, efirlərimizdəsiz, bütün efirlər. Deyirəm, Allah, pul versəz gəlir. Pul versələr gələrəm, amma puldan imtina eləyəmirəm. Hansı efir çox pul versə, ora gedəcəm. Efirə baxırsınız ki, siz efirə baxırsınız, oradan yazın, görün, mən sizə sual verim. Siz efirə baxırsınız, siz Allah doğrunu yazın. Baxanlar yazsın ki, bəli, yazın. Baxmırsınız da yazın, yox, Allah haqqı özünüz yazır. Şudur, kimin üçün çıxım efirə? Xaricdə müğənniyə pul verirlər. Bizim müğənnilərin də bəziləri bu, hansı ki, indi qorxuya düşüblər ki, ay biz qada bunların ağılına keçə yamayım. Bunların ağılı olsa, heç biri getməz deyərlər ki, bizə pul ver gələk. Baxın da xaricə. Özlərinə dəyər verdirirlər. Bir verilişə çıxanda bir ətək pul alırlar. Mən indən sonra sizin qarşınızda söz verim. Mən kimin efirinə lazımamsa, mənə pul versin. Mənim efirim bu deyil. Xahiş edirəm, WhatsApp-ım nədir? WhatsApp neydə? TikTok-uma da abunə olun, follow atın. YouTube-uma da. Mənim efirim TikTok. Afətlə üzünə. Həftədə bir dəfə qoz alma salatımız. Həftədə bir dəfə hər hansı bir diyetik yemək. Marifləndirici söhbətlər. Toylar sezonundakı toylar, mahnılar. Var olun, çox sağ olun. Valla. Hər şey sizə. Günhan da efirdədir. Şey də sabah efirdədir. Mən də dünən efirdəydim. Köhnələyin kimi verirdilər. Canlıdayım, canım, yığma məni. Canlıma təsir edirsiniz. Bir dakika. Çok sağ olun. Var olasınız. Niye getmədi buna? Ha, BP'nin. Da. Koçla. Yaşayan şeyler yazın, başım qarışır. Başım qarışmayanda nə istəyirsiniz yazın, payınızı verim. Amma belə başım qarışanda əlinizi qoyun vicdanınızın üstə. Elə düşmənlərə də deyirəm. Mən ora baxanmayanda gözəl şeylər yazın, sonra vuruşarım. Yaxşı. Biz miloy vraqıq, mehriban düşmür. Sən öyle nar başımı fırlatdı ha. Nar qanımı aşağı mı salar, yuxarı mı qaldırar? Davleniyam aşağı mı, eller yuxarı mı?
Ay, axşamın xeyir, canlıdayam. Səsin getmir amma ki. Həm bir dəqiqə. Hə, canlıdayım, sonra çıxandadan. Hə, söksün. Hə, yox, səni eşitmirlər, amma sonra yığarım. Bacı, bilmirlər kimsən, yox. Hə, ay bacı, yığarım, indi buradan çıxım. Hə. Hə, düzdür, mən qadağa qoydurmuşam, bəli. Yox, indi niyə dost efirlər var ki, niyə qoyum, ora pulsuz gedəcəm. Yalçının efirinə pulsuz gedəcəm. Sonra, olay xəbər. Yalçın, əziz, dəyərli aparıcımız. Yalçının efirini uzatdılar. Təbrik eləyirəm. Martda gələrsən, martda. İnşallah. Və, конечно, sizin müğənni harda olmalıdır? Sizin müğənni dünyanın ən böyük şəhərindədir. O mahnını oxuyandan sonra məndə bu hal yarandı. Dedim, məndə sığar ikən cahan, mən bu cahana sığmazam. Gördüm, sığmıram ora. Dedim, bir gedim, ən yaxın yer haradır, elə biraz buralardır. Yəni ki, burada normaldır, yəni yerim, yurdum yaxşıdır. Yaxşıdır, belə əladır. İndi bəli, canım mənim. Hamımız qadağadayıq, bəli. Siz də burada qadağadasınız. Nə olsun? Zaten siz də bura gələmirsiniz. Nə olsun? 50 dəfə demişəm, yalan xəbərdir, ağlınıza keçə yamayım. Yenə onu yazanlara deyirəm, yenə yazırlar ki, bir afət nə hər efir, afətə çox efir lazımdır. Ay bala, mən heç orada gələndə çıxmırdım. Bu deyil, olay xəbər yazsın da. Mənə efir lazımdır, sən onu. O müğənninin ağlına keçə yamayım ki, efirə pulsuz çıxır. Pulumu al, çıx. Buradan deyirəm. Dost efirlərlə işim yoxdur. O mənə uyğun olmayan efirlər ki var, səviyyəsiz. 5000 dollardır. Efirdə nədən danışırlar? Vicdoğanları mələk elib qoyurlar ora. Əxlaqınızı korruyurlar da. Nədir ki? Mamet məni qoyurmu ki, bir gələ də biləm? Sizin analarınız və onu yazanları deyirəm. Yəqin dədələrinizdən icazəsiz hər yerə gedir. Mən bax, bura düşüb evin altında yemək yeməyə. Yalçın buranı tanıyır, Yalçınla burada çox oturmuşum. Mən burada gələndə həyat yoldaşımdan icazə alıram ki, icazə verirsən, mən düşüm yemək yiyim, məsələn. Bizdə icazə almaq lazım. Nəinki icazə? Uzaq yolu məni tək qoymaz axı. Mamet icazə vermir. Çoxdan barışmış, ay canım. Tez-tez gedib gələndə onunla ayrılmışdıq, hə. Ona görə tez-tez gedib gəlirdim, elə ona öyrəşmişsiniz. Amma indi tək gedib gələ bilmərəm, tez yazasınız orada. Bilmirsən bizimkilər. Boşandı, boşanıb gəlib, tək gedirsən vay, cüt gedirsən vay. Yox, vallahi buraxmır, Allah haqqı buraxmır. Eş mənim nəyimə lazımdır? Ağa deyir, sürdəriyə, kişi nə deyir odur. Başınız sakit olmağı istəyirsinizsə, ərinizdən dirikdiyince qalxmayın, ay xanımlar. Nə deyir, denəm, bəli. Papağı çıxar, səni gözəl görək. Papaq deyil ki, saçımı belə elətmişəm. Bir də bu restoranın adı Büyün Papaqlı, Sabah Qapaqlı. Yəni, Büyün Papaqlı, Sabah Qapaqsız da, yəni. Büyün gəlirsənsə Papaqlı, sabah başa açıq gələ bilərsən. Ona görə Büyün restoran belədir. Görürsən, deyirəm, çıxın da, Biləcərdən biraz o tərəfə çıxın. Belə şeyləri bilin, öyrənin. Yorum aparmayacağım. Sizi özümlə bərabər gəzdirirəm. Şey eləmirsiniz. Bəs nə? Adam, bəs necə? Siz deyir, sevirəm. Bəs hələ çox sevəcəksiniz. Mən bütün şeyin, Vicdoğanın fanatları keçib mən tərəfə. Özüm öldüm. Bax, 12 bin adam izləyicim. 13 bin nəfər də ekranı tıklayıb. Baş üstə. Yayda məhərrəmdə gələcəm canım. 4 il yazdılar, gələnmir. Durdum, acığa düşdüm, getdim. Zarafat edim, acığa düşmədim. Uşağa toya getdim də, toy elədim. Toylarım çox, vallahi toylarım, işim çox. Allah. Siz mənim bir günümü görsəz,
Bu TikTok'u niyə açıram? Səbəbini ilk dəfə izah edirəm. Ekran kaydıyla paylaş. Arıqlamaq üçün TikTok'u açıram ki, sizin sualları oxuyum, ət töküm. Sizdən gələn suallarla ən gözəl diyet adı ət tökürəm, ət. İnanmırsınız? Heç sizi belə təkərə salan olmuşdu. Ən güclü ət tökən sualı kim yaza bilər? Ben bir yarım kilo atım. 14'ü toy var, bəli. 12 mindir, bəli. Sənin gözün çaşdı, ona görə. Ağzı əri gözü çaş, bax sənsən. Mənim üçün 12 mindir. 1200 deyil. Şeydir, hələ 120 mindir, nə 12 min? Sənin ağzın əri gözün də çaşsan, nə ona görə görmürsən? Əyri qılça. Yazın, yazın. Ən ət tökən sözü kim yazsa cümləni, mən ona buradan öpücük göndərəcəm. Yaxşı eləyirəm, əzəb eləyirəm sonra. Mənim izləyicilərimə qəbuldur. Deyir, yazıb ki, sizə gülür, deyir. Bunun nəyini? Yazın ki, yaxşı eləyir, ona olar. Və bunu yazın, yazın ki, əcəb edir. Bir dənə bunu yazında xahiş edirəm. Qoy patlasın. Ağzı əri göz çaşdı, özü bölüb. Dünən şey adından girmişdi bura, Azim. O gün sırağa gün Brendiaga adı ilə idi. Ay qoca. Buraya hamısı yazıb, yaxşı eləyirsən. Yazın da yazın, mən səhv çıxartmayayım. Baba. Bir dənə səyyah quş var, o onu bloka atın, tənə iti. Kamaz şəkili qoyub. Cülaf, cəhənnəm oldu. Zibillikdən çörək yığan uğraş. Şeydir, yazın, yaxşı edirsiniz. Bax, gördünüz, halal olsun. Çox sağ olun. Nar adamın davleniyasını əcəb edirsiniz. Bax, yazıb, baba, sağ olun, ney sağ olun. Bəli, bilirəm, əcəb edirəm. Nar davleniyanı salır, yoxsa qaldırır? Eyni yaşda, eyni ağıldayıq deyir. Yox, məndə yaş qabağa gedir, ağıl yerində qalır. Ağıl geri gedir, ən yaxşı halda yerində qalır. Deyir, ətin tökülmək istəyirsənsə, deyir, mənim profilimə bax, ətin töküləcək. Yox, mən adama baxanda ətin tökülür. Mən mənasız suallara baxanda, oxuyanda. Ay mama, biri bir cümlədə 80 səhv eləyib, ay mama. Cavablarınız deyir, ləzzət edir. Mərd adamlara mənim cavablarım ləzzət edir. Qorxaq tülkü var, 60 yaşında ağzı əri gözü çaş, efrə çıx. Mən sənin yerin olsam çıxmaram efrə. Mən anadan gəlmə olsa demərəm, bu həyatda qazanıb, gedib özünü acığa düşüb, gözəlləşdirmək istəyirdi. Efrə çıxıb eləyirəm. Mənim bir dostum var. Bir dəfə deyir, mən tutdu deyir, dedi ki, dostuma deyir ki, mənə mahnı yaz, bu da bəstəkardır. Mənə mahnı yaz deyəndə buna belə eləyib, mənə mahnı yaz. Deyir, elə bildim, mənə göz vurur. Deyir, dedim, anam yaşlı arvad, bu niyə belə elədi də, mənə niyə göz vurdu? And olsun Allaha, bax, yalan danışan ən şərəfsiz adamdır. Olanı deyirəm, Quran and olsun. Prosta bəstəkarın adını deyənmərəm, hamı tanıyır. Bəstəkarın adını desəm, qırğın düşər də, yəni. Bu da şoka düşüb ki, yəni açığı ondan gözləmək olmur da. İndi gəl, ikidi öldür deyir, haqqını yemə də. Məsələn, biri var həqiqətən də göz vuran ola, ona buna belə. İndi nə olsun ağzı əri göz çaşdı, yəni o işi əvvəllər olub, amma indi haqqına girəmərəm da, bu yaşda eləmir. Belə eləyib, Quran haqqı deyib, mənə mahnı yaz. Deyib, dedim, yox, düşmənim ola bilər. Amma dedim, elə şey düşünmə. Güləmirəm, cəmafizmə bax. Ay aman. Məndə söhbətlər var, günlük bəhsiniz, çox gülməyin. Sonra şey olur. Bax, mən Allaha and içirəm. Zarafat eləyəndə, and içməyəndə bilin ki, zarafat eləyirəm də. Amma Allaha and içirəmsə, bilin ki, olan şey deyirəm. Qurana and olsun. Allaha and olsun. Deyir, Allah səni deyir, lağ eləməyəcək. Elə onun dərdindən botoksaza da getmirəm ki, şey eləmişəm, hər gün deyirəm, gedərəm botoksa, gözüm belə qalar. Biri belə olar, biri belə. Belə eləyir efirdə.
Yaxşı, bu gözü başa düşdük. Bu ağız niyə belə gedir? Əslində 60 deyil, 70-dir. Özüm 10 ildə 60 deyirəm deyə şey eləyirəm də, kişinin sözü bir olar. Hə, dartdıranda onda həkim yaxşı dartmayıb. Sifətini yer dartdıra bilir. Bunun ikisini də bir dartdı da, bu belə. Eyni dartanda, məsələn, mən dartdırsam, bu görüm. Dostlar, gözüm çaşdaşdı mı görün? Biraz papağı geri eləyim. Hə də, bax, belə olub, bax. Hə, düz deyir. Ay Allah, o qız nələr bilir onu yazan. Düz deyir, düz deyir. Budur, bax. Bax, belə qalıb, bax. İndi bu birçok səhifə adminləri qapaq şəkil qoyacaqlar. Bax, buna bax. Belə qoyanda partlayıraq video. Ay, aman, sizdə nələr var, sizdə nələr var? Mənə maraqlıdır əlbəttə. Mənə pislik eləyənlər mənə maraqlıdır əlbəttə. Hə, başıma gələr gülmür. Ona görə getmirəm də, nə botoksa, nə dartılmaya zada. Allah uzaq eləsin. Qoy qırışım eləyib yoxdur. Amma gedərəm, Allah uzaq eləsin. Elə günə düşərəm. Hə, ona da qadağa qoyulur. Sonra orada adları olmayan çox adamlara, vicdana da qadağa qoyulur. Şəbnəm bacılığımdır, onun adını çəkməyə ərk eləyirəm. Ayın 5 Şəbnəm qonaq olasıydı, ona da qadağadır. Sonra Nadir bəyin verilişi çəkilib, ona da qadağadır. Çox manaf da qadağadadır. Baxın da, Novruz bayramında hansı hər gün efirdəki müğənniləri görməyəsinizsə, mən burada adlarını çəkdiklərim sevdiyim adamlardır, ona görə ərk eləyib deyirəm. Onlar bilirlər ki, Afət onları çox istəyir. Hamısı, Mənzurə, İbrahim Borçalı, hamı, adları siyahıda olmayan yüzlərlə Novruz bayramında bu müğənnilər ki var, gündə efirdə görməyəndə biləcəksiniz özünüz. Prosta bizi bu sifarişlə yazdıran ki var, özündən Amerika kəşf edib yalancı, qeyri-rəsmi siyahı yaradan. Durmayış. Sən, Milli Show buradadır. Milli Show. Partlayış xəbərlər dedim. Bunu paylaş, mən ölüm. Deməli, bir yaşlı qadın var. Mən heç vaxt Allahın yaratdığı, tutaq ki, gözdür, qüsur, mən lav eləmərəm. Amma insan gedib pullar töküb, burasını doldur, orasını silikon, milikon, Tərana xanım demiş. Elə olanda Allahın qəzəbinə gəlir, Allah əyir. Bax, onları deyirəm. Bu qəbildən bir müğənni var. Bu, mənim bir dostum bəstəkara deyir ki, salam, necəsən deyir, salam deyir. Mənə bir mahnı yaz. Bu da məni yurdu ki, son kəs mənə göz basır bayaqdan. Bəstəkarın da var bir 36-37 yaşı, bunun da var 70 yaşıdır. Bu dəli olub ki, 70 yaşında arvad buna belə eləyir. Mən də deyirik ki, öldür, haqqın yemə. Allah'ın olsun düz danışıram. Mən and içirəmsə bilin ki, düzdür. Bu da mənə dedi ki, bu nə ola bilər də? Bu da bunun göz vurmağına qarşılıq eləyə bilməyib, utanıb. Həm də ki, bu bunun payı deyil axı ki, bu bunun göz vurmağına bir qarşılıq versin də. Yəni, rəyincə olmayıbdır bunu. Mənə dedi, mənə deyir, göz vurub məni yoldan çıxardı. Dedim, yox. Dedi ki, öldür, haqqın yemədən. Mən düşmən ola bilərik falan. Amma bu yaşda onu o fikirlə eləməyib. Dedi, nədir? Dedim, o elə bil ki, onun biri öz-özünə belə eləyir. Hə, bax belə. Yəni, bu, indi mən canımın qorxusundan hər kosmetoloqa getmirəm ki, gedərəm, iğnəni vurarlar, səhv vurarlar, nə eləyərlər? Belə qalaram, bax. Belə eləyir, bax, marqat. Qapaq şəkilə də bunu qoyun, Milli Show. Bunu qoyun, qapaq şəkilə partlayacaq. Sizə malzəmə verirəm, nə istəyirsiniz? Vallahi, əslində mən bundan ötürü pul almalıyam sizdən, amma halal xoşunuz olsun. Mən yumor hissi olan insanları sevirəm. Yumordan başı çıxmayan adamlar mən aurama mənfi təsir edir. Qarabağ. Xeyr, buna stand-up deyirlər. Mənim izləyicilərim bu tək monoloq danışırlar, bu tək nə bilim bu komediya. Buna nə deyirsiniz? Bayaq yazırdınız. Stand-up. Mənim bu stand-uplarım
Sizə necə təsir edir yazın. Yazıb məhkəməyə nə vaxt gəlirsən? Hələ dəfə gəlsin mənim açdırdığım məhkəmədə iştirak eləsin. Birinci evin içi, sonra çölü. Birinci böyüyün açdırdığı iş. Yəni belə. Çox savadlısınız deyil. Çox sağ olun Elçin Bilalov. Spasiba. Bilirəm savadlı olduğumu. O vaxtı baş qoşmadım qırmızı diploma. Göy diploma aldım. Axırıncı kursda biraz oxumaqda səhlənkarlıq elədim. Amma mən əslində şeydir. Mən Amerikada qlobaldayam. Bilmirsiniz? Baxmamısınız? Canlımdan çıxan kimi YouTube'da Afət Fərman qızı YouTube yazın. Qlobalı ora qoymuşam. Necə qlobala düşün. Bu da belə. Nə gülürsünüz ha? Doğru danışıram. Tuz istiyor kök salatına. Kök salatı deyil o, xahiş edirəm. Mənim müəllif yuğuma kimi qozallıma salatıdır. Ora cənab bir çıxan tuz qata bilərsiniz halallıq üçün. Mayonez vursaz mayonez vursaz tuz vurmayın. Smetan vursaz acıca tuz vurun. Buran axşamdan salatım qalmışdı. Səhər yedim onu. Biz də onun çeynəyəndə ki, xıtlayır, ləzzət eləyir də. Nəyə gülür sizi? Bunları dayandıramıram ki. Bakinka, effekt koymamışam, yox. Bakinka deyir ki, effekt koy. Neynirəm ki, effektdir? Dostlar, mənə effekt lazımdır ki. Bakinka, mənə effekt yoxdur ki, mən effekt heç həyatımda istifadə eləməmişim. Öyrəşərəm göz vurmağa, toy oxuyanda belə eləyərəm, mikrofon əlimdə məsələn. Bu qız nə qəşəngdir, ay Allah məsələn. Bu da cəmaat çək başa düşərdə, ona görə çox məni danışdırmır. Allah məni deyir, effektli yaradım. Allaha qurban olun, Allaha canım fəda. Bəli, bəli, Allah məni görün hansı günü dünyaya gətirib. Bax, onu mənə irat yazan. Sən gör, dekabrın 31-də doğula bilirdimmi? Yox. Amma mən, hamd olsun Allahın adına, dekabrın 31-i doğulmuşam. Elə buradanca, bax gör, sənlə mənim fərqimə. Siz deyir, hər gün canlasın deyir, çox danışın, sizə baxın. Çox sağ olun. Hər gün yox, danışa bilməyəcəm, çünki toylarım başlayır. Nə olur ki, dekabrın 31-də olanda? Dekabrın 31-i artıq il bitir, dekabrın 31-i yeni il girir də, yeni il daxil olur da, yəni təzə sətirdən abzastan, elə bilin ki, yəni belə cümlə bitir, təzə sətirdən abzastan. Mən bunu izah eləmək üçün gərək siz mənimlə universiteti birgə addımlayıb gedib gələrdiniz universitetə. Hə canım, hə, mən burada televiziya kanalı açdım özümə. Mən zaten efirə çıxmırdım ki, özümün Afət TV-m var, sağ olsun həyat yoldaşım. Mənə onunla biraz davamız nəyəsə düşdü. O dedi, Borçalı TV eləyək. Sən Borçalıda axı, borçallığın göstərməlidir. Özü də bunlara söz keçirmək olmur. Dedim, qanıb qandırmırlar, nə mənada? Deyirəm, ay qardaş, ay qadan alım, qardaş, nə idi? Ay həyat yoldaşım. Afət TV. Borçalı söz deyirəm, uzundur, logo yazılanda pul çox gedir. Borçalı, 7 hərfdir. Biri var deyirəm, sən 7 hərfə pul xərcləyəsən. Biri var, Afət, 4 hərf. Dedi, canıma qəbuldur, Borçalı olsun. Biz əslində boşanmamızın səbəbini o vaxt açıq demirdim sizə. Elə o vaxtı belə şeylərdə bizim aramızda söz-söhbət yarandı. Axırda da hansı səviyyə çıxdı davamız. Sonra şey oldu, mən deyən oldu, Afət TV, bəli, Afətlə üzünə Afət TV. Ondan sonra mən efirlərə bildirdim ki, xahiş edirəm, hamınıza hörmətim var. Mən reytingi öz efirimə verəcəm. Sizin verilişlərə $5000 gəlirəm. Onlar da dedilər, elə də imkan yaxşı deyil. Baxın da. Yo, indi barışdıq da, mən deyən oldu, Afət TV, bəli, Afət Show. İndi yeni verilişlərim də açılacaq. Yaxşı, burada size sual verirəm də. Sizi ant verirəm Allaha, düz yazın. Mənim xoşuma gəlməyinə görə. Televizora baxırsınız. Gülbiyə Namazova gündə televizordadır. Ərkim ona çatır, onun üçün onun adını çəkirəm. Deyirəm ki, aprelə neçə toyumur. Hamı yazır, yox, baxmır. Yaxşı, burada saxlayın. Afət TV-yə
1, 2, 3 saxlayın. Saxlayın, yoxu saxlayın da. Bildik, hə, baxmırsınız, bildik. Afət TV-yə baxırsınız. Həci yazır biri. Həci yox, hə. O qədər həci söz yazıb ki, telefonda hə yazanda həci gəlir avtomatik. Ay qızı. Bax, hə. Çox sağ olun, spasiba. Bəziləri də Rusça yazır. Ruska yazır şimdi mənim izləyicilərim. Çox Rusiyadan izləyir. Da yazırlar Rusça. Nəyə danışırdım? Yaxşı söhbətim var idi. Nəyi deyirdim? Yadıma salın. Ay sağ olun. Mən də sizi sevirəm. Çox sağ olun. Hə, Ülviyyədən danışıram. Ülviyə Namazova mənim dəyərli dostum. Hər kim ona çatır da. Hər gün də efirdədir. Məsələn, deyirəm, mənim aprelə 14-15 toyum var. Sizdə vəziyyət necədir? Bir-iki də populyar qızların adını çəkdi. Dedi, maksimum 4 toy, 5 toy. Toy var, deyir. Deyirəm, hər gün efirdəsiz axı. Mən də heç efirdə 4 ildir yoxam da. Bu müğənnilər efirə niyə çıxırmış, indi bildim. Efirə çıxırlar ki, orada danışdıqlarını kəsib paylaşdırsınlar səhifələrə. O, mənə ehtiyac yoxdur. Mənim aparıcım da özməm, müğənni qonağım da özməm. Lazım gəlsə sizi boşaram. Başımda üçün saçımı bu rəngə çevirmişəm canım. Piyoruşkadır. Papaq əvəzi bunları alladıb restorana girmişəm. Sən deyəsən təzə izləyicisən. Burada evin altında bir restoran var. Düyün papaqlı, sabah papaqsız. Papaqsız girmək olmur bura. 40% indirimdir. Çox sağ olun Makalan. Makalan. Makalan elə bil. Nə oldu da yolda? Ne yaptı yazın görün. Erməni addı. Erməni bizim dildə bilir ki. Özdə yazdı. Afət TV-yə necə baxırsınız? Buradan canlı yayımı sıqırın eləyib fanatlarım, millət, camaat, yüzlərlə. Axşamlar YouTube'a öz əlimdən girə bilmirəm ki YouTube'a. Allah haqqı. Haran açıram mən. Yox, bismillah da demirəm. Makalan nə yapdı canım? Rətbəz səndən uzaqlayır. İtinin adını bilməyən Gümüşoy. İndi onunki olmasın. Bu makalan nədir? Bu deyə yazıblar. Adına bax, yazıb bir öz adını Ramin, Emin, Nurlan, Yeganə, Yeqi, Əli Sambil. Bu adı belə olardan makalan. Yox bir. Bizim kənddə misal var deyir. İtinin adını bilməyən Gümüşoy çağırar. İnciməyin ha. Yəni görürsünüz sizi bloka da atmıram. Pis mən də demirəm. Adınız nədir onu yazın görün. Emin deyir, vazgeçin demək. Yox, mənim izləyicimə pis yazmayın, qoy görək nə deyim demək. Makalan bəlkə bir yaxşı şeydir. Makalyan, yoxsa makalan? Salam, çox var. Ad olar Emin, Ramin, Elşad. Bax, Emilin, yox, makalan qoy atım onda bloka. Bu, özünə aparanmadı büyük. Burada 10.000 adam var makalan. 9.999'u özünə apardı, sən səni hələlik blok atmadım, səssizə aldım ki, kənardan baxasan. Tənə itinin bəlkə də adamıdır, bilmirəm. Hansı rayonda yaşayırım, ay canım, nə bilim, valla. Belə də deyəndə elə bilirlər ki, basıb bağlayıram, ona görə nə? Biridir, 2'dir, 3'dür, 4'dür, paradır deyib, hər yerdəyəm. Gül kimi saçam var. Ay canım, başa salamıram. Təzə kraskalatmışam, öz saçımdır, kəstirmişəm. Toylara belə gedəcəm. Bir də burada restorana papaqsız buraxmırlar. Mən papağı çıxartsam, cərimə eləyəcəklər, ştraf gələcək. Bilmirsiniz də, Biləcərdən biraz o yana çıxın. Burada bir restoran var, yəqin təzə gəlmişsiniz. Gün papaqlı, sabah papaqsız. Tərcüməsi belə. Boyun 54. Bax, görün də ona sual verəcəm. Heç gör hirslənəcəkmi? Çünki düzgün adam. Boyun 54 nə deməkdir? Biraz görün. Papaq zordur, özüdür. Qadağa qoydular. Nəyə qadağa qoydular və kimə qadağa qoydular? Qadağa qoydularsa ben niyə buradayam? Səy gəlib səhifəmdə yazıb ki, qadağadasan, öz də mənə baxır verilişində. Bu verilişimə baxmırsan sən mənim. Qadağadayamsa necə verilişimə apara bilirəm mən? Sən duxun var, ay Qarabağ onu yazan. Gəl Moskvaya, duxun çatırsa.
Sənin heç duxun da çatmır, pulun da çatmır. İş yeməyə çörək də tapa bilməsin. Sərvət bəy, ərim qoymur, şunu neyniyim? Nəyə gəlim, sən de? Sən anan, atan qoyub gələ bilər bura Rusiya. Mənim həyat yoldaşım özü qarşılayacaq, gələ bilər. Gəlsin. Sərvət bəy, sənin aman gəlsin, mənim həyat yoldaşım özü valla özü qarşılayacaq, taksiyə zada xərci çıxmıyor. Həyat yoldaşım burada, aşkım burada ona görə. Kimin aşkı hardadırsa, onun üçün ora çox maraqlıdır. Əlbəttə mənim ərim mənim tayımdır, onun başına dönür. Ay bravo, o gəldi dostlarım, ay bravo. Zato bir doğanların günündə deyilik, bildiniz. Çox sağ ol, Əhməd bəy, Afət xala deyir, əsəbləşmə. Ay Əhməd, dədəm yaşındasan. Mənim belə makilini oxuyan valla bacım oğlu yox. Öldüm vergilməklə. Çox sağ olun, yeganə xanımsınız ki, deyir, bez effekt maskasız. Əlbəttə canım mənim. Maskanı o şeylər taxır. Maskalı adamlar. Azim adını dəyişib Leyla adı ilə gəldi. Ətrafında dostluq elədiyi adamların adını götürür özdə. Yeni kliçkalar götürür özünə. Gəh bəstəkar adı götürür. Sən get bəstəkara göz vurmağından danış. Cəhənnəm o səhifəndən. Yenə nəsə gəldi. Yenə nəsə gəldi. Gedək götürək veşimi. Tak, görüm nə gəlib ay dostlar. Xəbər gəldi ki, əşyaların yenə gəldi. Bunu almışam dostlar, bu da gəldi. Bu məsələn, qara kostyumun zadını çiynindən asmağa. Qəşəkdir. Bir də onu götürək. Bunun 3 rəngini almışım. Çox sağ olun, var olun, öpürəm sizə. Odur meydan demirsiniz daha. Siz sözü deyəndə də müəllif hüququmu, sözlərimi götürürlər, mənə sağ ol da demirlər. Yox, mən verilişim bağlanıbsa, necə canlı aparıram burada veriliş? Bayaqdan yazırsınız ki, qadağıya düşmüsünüz. Qadağıya düşmüşəmsə, bax, verilişimi necə aparıram? Yazın görün. Yazın da. Televiziya mən necə çıxmaq? Televiziya orada 5000 pul istəyirəm, verə bilmirlər. Amma burada mən canlı açıram, direktimə baxanda görürəm ki, gül gəlib, ürək gəlib, maçello gəlib. Dünən 1000 nəfər izləyici gəlib. Mən reytingi öz efirimə verirəm, Afət TV-yə. 5000 versinlər, kimin televiziyasına gəlmək istəyirəm, lazımdırsa gedim. Heç mən Mamedin televiziyasına çıxmıram, həyat yoldaşımı. Onlarınkine çıxaram. Oğlumun toyuna hazırlaş. Oldu Elşad bəy, baş üstə. Nə gözəl xanımsın, çox sağ olun. Dostlar, ucdan tutma, belə bir məlumat almışam ki, indi bu söz söhbətə görə müğənnilərin baxarsınız, Novruz bayramında adları siyahıda olmayanlar da çıxmayacaq. Novruz bayramı konsertinə baxarsınız, çəkməyiblər. Zor oldu. Allah hamd olsun dönəm. 3 gündür sevinirəm. Sevincimin həddi. Onsuz da mən buradayam, onsuz da mən çıxmıram. Düzdürmü? Ah, yaman oldu. Yaman oldu, yaman oldu. Amma bilirsiniz niyə sevinirəm? Zato bu dəqiqə onlar oturub mənim verilişimə baxırlar. Mən vaxtında deyən, kısaca bir şey deyim. Talib Talih'in yeni verilişi var. Mən müəllif hüququma girib Talib Talih. O da belə veriliş açıb, amma biraz bunun lap mədəni formasıdır. Biz burada loro dildə aparırıq. O mahnılar, ansambl mahnılarını oxuyur. Hər öz işi var da. Talib bəy uğurlu olsun, xeyirli olsun. Mübarəkdir verilişin. Müğənnilər mənə baxdılar, veriliş açdılar dostlar. Yəqin o da Talıbla üzünədir, bilmirəm verilişin adını nədirsə, hər nədir, ad şərti şeydir, nə istəsə qoysun. Allah haqqı Talib veriliş açıb şeydə, YouTube'unda. TikTok zadə dağılır. Çox mədəni oğlandır, çox bəyənirəm Talıbı. Bu iki tayca yazılır, iki tay fanatlarımda və mən TikTok alandan sonra belə oldu mənim bu iki tay fanatlarım. Axı məni TikTok'un rəhbəri tanıyır, qalıçqamı o verib də. 1100 adam var burada, görün birinizdə məndə olan o qalıçqadan var.
Aa, onunla spam atırlar. Qoy onu rədd edeyim, ha, dayan. Çox sağ olun. Aa, sizdə nələr var? Ay mama, mən sizdən çox şey öyrənəcəm hələ. Attım bloka. Hə, TikTok'un rəhbərinə yəqin yazırlar ki, afəti şeylə. Bu Bicdoğanın işidir ya da ağzı əyri göz çaşın işidir. Mənim həyatda ikicə düşmənim var. Yeniden mod verib 1100 adam hamısı mənim moderatorumdur zaten. Şeytənə itlərini eləmişik, yox. Saçımla parikmaxırda belə elədilər. Burada səhv dedim deyəsən. Oy, yalan dedim. Milli Show bayaqdan izləyicilərə yalandan açıram. Deyirəm öz saçımdır. Bəziləri inanır. Birdən belə əlim dəydi, papaq belə getdi, saçım görün. Çox sağ olun. Hazırdır o Milli Show. Siz məni hər gün paylaşırsınız. Allah'a and olsun. Onun içində bəziləri özünü mənə dost kimi göstərir. Onlarda da xəyanət tutmuşam. Partlaşırlar, yanırlar, çatlaşırlar. Azərbaycana gələndə sizə qəşəng hədiyyələr gətirəcəm. Mənim ehtiyacım yoxdur, özünüz bilirsiniz də, hər yerdə mənəm. Amma sizdə olan qeyrətə əhsən, ona görə ki, siz qeyrətsizsiniz. Siz Bicdoğandan da verirsiniz. Ağzı əyri göz çaşdan, əyri qılçadan da afətdəndir. Amma bəziləri yala hürən itlərdir bəziləri. Ona görə sizi maçello, öpürəm sizi. Məhrəmdə görüşəcəm sizinlə. Buna bax, indi də Azim adından çıxdı və yaxud Leyla adına girdi. İndi Yusif. Neçə cildə girib bu? 65 yaşında Yekaterina. Ayən görüm. Ay Yekaterina, əl çəksə canımızdan az dəstdir ana. Az yeri get, nəticəniz oldu, saxla, dərs. İmkan ver. Səhnədə mənim kimi gənc xanımlar olmalı. Deyir, yanır, ağlayır, deyir, mən belə danışanda. Qonşuları mənə səs atıb. Nə tər ağlayıbsa divarın bu yüzündən o yüzünə eşidilib. Ay mama. Açığı da mənlə işi olmasa mənim də işim olmaz. Sağ olun dostlar. Durum gedim o bəlkə mağazaya, Azona, veşlərim gəlib yenə. Gedim oradan veşimi götürüm. Sizə göstərdiyim o kostyumun çiynindən asmağa. Hamısını bunu sizin üçün eləyirəm. Toylar başlayıraq. Toylar başlayanda ağıllı adamın nə işi var musiqi? Biri yazıb ki, dəlisən. Deyirəm, ağıllı adamın nə işi var musiqi ilə? Yaxşı oxuyanların hamısı dəlidir. Bu qız tanış gəlir, çox gözəlsiniz. Ləzzət edir xəsiyyətiniz. Çox sağ olun, çox sağ olun. Bunların acığına bir qızı. Uşağımız var, bilmirsiniz. Göstərmirəm özüm. Sonra şəkliniz adı düşmənlərim ora-bura qoyar. Lazımdır. 4 uşağımız var. Allah hamd olsun. 2 qız, 2 oğul. Savmestində elədik. Bakıda deyiləm, həyat, hayalət. Ada bax, hayalət. Özdə bu belə İran yazılarından şey qoyanlar var. Onları görəndə istəyirəm atım bloka. Çünki insanları bax o yazılarla alladırlar. Onların əksəriyyəti çoxu, hamısını demirəm, bəziləri özlərinə qarşı inam yaratmaq üçün o cür şeylərdən istifadə. Azərbaycana niyə gəlmirəm? Şey qoymur deyirlər. Burada yazıblar ki, vəfa qoymur. Biri deyir Mamet qoymur, biri deyir vəfa qoymur. 4 ildir yazırlar, ay canım onu. O vaxtı yazdılar, mənə lazım olanda gəldim. Oğluma da toy elədim. İndi də gəlirəm. Bildirmirəm, efirlər əl çəkmir ki, verilişimizə gəl. Gəlirəm evimdə sakit. Mənə lazım olan işlərimi görüb geri qayıdıram sakitcə. Xoşbəxtliyin sakitçiliyi sevir. Sağ olun, Mamet bəy də sizə təşəkkürüm bildirir. Bilirəm, çünki ürəyini hiss edirəm. Efir yasağı həmən tərəfdən onlara qoyulubdur. Efirlər müğənnilərə yasaq qoya bilməz. Çünki efirlərin YouTube kanalları yaxşı qazanc gətirir. Onlar hamısı müğənnilərin əlindədir. Müğənnilər istəsə vurdurar, ona görə də efir qadağa zad qoya bilməz. Çağırmaya bilərlər. Ona görə mən sizə hüquqları başa salıram. Siz efirlə bizim aramıza girə bilməzsiniz. Hələ Afət TV-yə bu reytingimi Afət TV-yə verirəm. Sizdən xahiş edirəm. Buradan çıxan kimi TikTok-ma abunə olursunuz. Niyə bu qədər yekəxana özümdən razısam? Çünki dekabrın 31-i doğulmuşam. Yanvarın 1-də təzə sətirdən abzasdan başlamışıq da, yəni özgüvən çox. Bir də qoz alma salatı yeyirik. Qoz insanda özgüvəni artırır ona görə. Yekəxanalıq deyil, bu özgüvəndir. Bəyənmədim yekəxana sözünü.
Düzdür, rəsmi. Çıxmaq istəyirəm, sizdən ayrıla bilmirəm. Afət sənətkar, spasiba. Ada bax, Müşfiq. Ad belə olar da. Müşfiq, bəhbə, Əli. Görürsünüz? Sonda bir non deyirəm, dostlar. Fake profildir, fake xəbərdir. O şeylərin yaydığı. Zad eləyəcək. Birinci gün məhkəməyə veririk onları. 20 nəfər müğənni, 10 idi, 10 da artdı. 20 nəfər müğənninin imzası ilə onları məhkəməyə verəcəyik, dostlar. Ondan sonra həm cinayət məhkəməsi, cinayət südxanlı, həm də mülki 2 cür məhkəməyə verəcəyik, 2 cür. Artıq vəkilimlə danışmışıq. Kimlərdir siyahıda? Pünhan Piriyev, Ülviyə Namazova, Ofelia Şabanova, Səbinə Selcan, Arzu Mirzəyeva, Afət Fərman qızı, sonra məhkəmə verənlər. Kəmalə də qoşulacaq bizə. Dedim Canan. İkisi də var ha. Ülviyə Pünhan dedim də. Aşıq Namik 9. Xalqın ürəyidir. Sağ olun, var olun. Maçellər. Səidə Sultanı öpürəm buradan. Və yaxud Səidə xanımın adını yazırsınız. O elə bir çıxış elədi ki, ondan sonra Vicdoğanın fanatları ayıldılar. Ayıldılar ki, Afət düz deyirmiş. Yəni, Səidə Sultan ürəkdir. Hamını tərpətdi və məni hamı təq eləyirdi çox adam. Allaha and olsun. Deyirdi ki, Afət xanım siz deyəni deyir, Afət xanım siz deyəni deyir. Ondan sonra izləyicilər hamının əksəriyyət vallahi. Mən hər gün onlarla bu mesaj alırdım ki, Afət xanım siz haqlıymışsınız. Afət xanım, onu mən deyəndə elə bilin ki, qərəz kimi başa düşürdülər. Ola bilər mən bəlkə belə biraz özündən razı kimi gəlib də danışığım. Elə olanda danışığım tərzi var. Amma o elə bir dedi ki də, yəni ayıldı insanlar ki, Səidə Afət deyən deyir, biz Afət deyəndə qınıyırdıq, Səidə dedi, deməli belə. Öpürəm sizi, var olun. Buradan çıxan kimi YouTube kanalıma indidən abunə olun ki, toylar başlayır, az qalıb. Hər gün canlı açacağım toydan. Görün, nə tufanlar qoparacaq. Ayda, hələ yaxında bir tufan qopacaq. İşləmlərimiz son mərhələdədir də. Oy! Burada cinayət çaşdırdığım, kim üçünsə cinayət çaşdırmışam. O gələn kimi hələ yox da, hələ yox. Biraz az qalıb deyirəm, az qalıb işə. Demək də düşmür. Mənim bu ürəyim var, durmur ki, yerində bir. Allaha and olsun. Mənim səhifələrimə abunə olun ki, xəbəri isti-isti. Promoy hadisə yerindən canlı açacağım. Promoy hadisə deyəcəm, necəsən? İndi necəsən? Zaurun verilişində yekə-yekə danışırdın ha. İndi burada danışacağım belə. Öpürəm sizi.